Son paylaşdığım videoya çox maraqlı bir şərh gəlib və istəyirəm bu şərh vasitəsilə bütün mifləri qıraq. Gəlin şərhi oxuyaq. Siz deyənlər yaxşıdır, aydındır, düzgündür, amma təəssüf ki bizim reallıq fərqlidir. Baxın, bir restoran normal siz deyənləri edir, amma heç bir maraq yaranmır. Biri çıxır deyir ki, kafe açmışıq, ayın oyunu falan və getdi qabağa. Elə bil normal olmayan şeyləri daha çox işıqlandırırıq. Bəli, təəssüf ki bizim media normal olmayan şeyləri normallaşdırmağı çox sevir. Amma gəlin əsas bir məsələyə toxunaq ki, söhbət brend olmaqdan gedir. Əgər söhbət brend olmaqdan gedirsə, bu falan kafeyi açmış oyun brendlə heç bir əlaqəsi yoxdur. Özünüzə diqqət etsəz, bu tərz videolar və yaxud da bu tərz məkanlar sadəcə olaraq bir anlıq viral olur, bir anlıq hədsiz çox baxış yığır, dəbə minir, amma sonradan heç ondan səs soraq belə çıxmır. Amma brend olmaq bu deyil axı. Brend çox asta addımlarla irəliləyir, pillə-pillə yüksəlir, amma daim o zirvədə qalır. Azərbaycanda da sosial mediada kifayət qədər uğurlu olan yerli bizneslərimiz var. Elə söhbət kafelərdən düşmüşkən kafe botanisti buna nümunə göstərə bilərik. Heç də deyildiyi kimi bayağı kontentlərdən də istifadə etməyib, amma uğurludur. Bu o demək deyil ki, mütləq şəkildə biz uğura çatmaq üçün, müəyyən kütləyə çatmaq üçün bayağı kontentlərdən istifadə etməliyik. Tam əksinə, brend olaraq yavaş addımlarla, amma uğurlu şəkildə irəliləməliyik.